İnteqrasiya nədir? İnteqrasiya deməli tərif olaraq deyilir ki, inteqrasiya müəyyən təhsil sistemi çərçivəsində şagirdlərin təfəkküründə dünyanın bütöv və bölünməz obrazını formalaşdırmaq, onları inkişafa və özünün inkişafa istiqamətləndirmək məqsədi ilə təlimin bütün məzmun komponentləri arasında əlaqələri qurmaq sistemləşdirməkdir. Bu boyda uzun tərifdən sonra qısaca deyirik ki, inteqrasiya əlaqələndirmədir. Burada fəndən və yaxud da eyni bir fənn daxilində və yaxud da ki, həyatla əlaqələndirmədən söhbət gedir. Ümumi mənada biz deyirik ki, inteqrasiyanın 3 dənə növü var. Fənn daxili inteqrasiya var, fənlər arası inteqrasiya var və bir də fənnüstü inteqrasiya var. Fənn daxili inteqrasiyanın isə özünün 2 növü var. Şaquli və üfüqi inteqrasiya. Deməli, nədir şaquli inteqrasiya, nədir üfüqi inteqrasiya, ümumiyyətlə nədir fənn daxili inteqrasiya? Fənn daxili inteqrasiya eyni bir fənnin daxilində yaradılan əlaqələndirmə prosesidir. Hansı ki, bu eyni bir sinif daxilində də baş verə bilər və yaxud da ki, müxtəlif sinif daxilində də baş verə bilər. Əgər əlaqələndirmə prosesi eyni bir fənnin daxilində və eyni bir sinifin daxilində gedirsə, bu üfüqi inteqrasiya adlanır. Hansı ki, üfüqi inteqrasiyanın ikinci adı sinifdaxili inteqrasiyadır və üfüqi inteqrasiyada məsələ məzmun xətlərinin bir-biri ilə əlaqələndirilməsidir. Bilirsiniz ki, hər fənnin özünə məxsus məzmun xətləri var və əgər biz eyni bir sinifin daxilində məzmun xətlərini bir-biri ilə əlaqələndirə biliriksə, burada artıq fənn daxili inteqrasiyanın üfüqi növündən söhbət gedir. Şaquli inteqrasiya dedikdə isə artıq burada sinifdən sinifə keçərkən əlaqələndirmədən danışılır. Yəni, məsələn, deyək ki, 5-ci sinifdə isim mövzusunu keçmişəm, 6-cı sinifdə də ismi keçirəm. 6-cı sinifdə ismi keçəndə 5-ci sinifdə keçdiyim isimə qayıdıb burada əlaqələndirmə. Yəni, daha doğrusu 5-ci sinifdə keçilən isimlə bağlı məlumatları xatırladıb onunla bağlı əlaqələndirmə yaradıramsa, bu şaquli inteqrasiya adlanır, yəni siniflər arası inteqrasiya. İkinci inteqrasiya növü fənlər arası inteqrasiyadır. Fənlər arası inteqrasiya adından göründüyü kimi 2 və daha artıq fənnin bir-biri ilə əlaqələndirilməsi əsasında baş tutur. Məsələn, deyək ki, fizika ilə riyaziyyatın, kimya ilə fizikanın, biologiya ilə kimyanın və yaxud da bu fənlərin hamısının riyaziyyatla, Azərbaycan dilindən deyək, ingilis dili ilə, tarixin, coğrafiya ilə, ədəbiyyatla inteqrasiya olması fənlər arası inteqrasiya adlanır. Dediyim kimi, fənlər arası inteqrasiya müxtəlif fənlərdə əldə olunan biliklərin, bacarıqların bir-biri ilə əlaqələndirilməsidir. Fənn üstü inteqrasiya ilə bağlı isə deyirik ki, fənn üstü inteqrasiya keçilənlərin, öyrənilənlərin, daha doğrusu həyatla əlaqələndirilməsidir. Son günlərdə burada bir dəyişiklik var. Hansı ki, biz əvvəl fənn üstü inteqrasiyanın adını çəkəndə hansısa bir prosesi həyatda tətbiq eləsək də, eləməsək də, təsəvvürümüzdə canlandırsaq da, yəni sırf orada həyatla əlaqəliliklə bağlı bir anlayış özünü göstərirsə, biz bunu fənn üstü götürürdük. Amma artıq son dəyişiklikdən sonra qərar verilib ki, fənn üstü inteqrasiyanın olması üçün hökmən hansısa bir bacarığın real həyatla konkret olaraq əlaqələndirilib tətbiq olunması orada özünü göstərməlidir. Yəni artıq biz nəyisə təsəvvürümüzdə canlandırırıqsa və yaxud da bizə tapşırıq kimi verilirsə və biz bunu tətbiq eləmiriksə, bu artıq fənlər üstü inteqrasiya kimi götürülmür. Ola bilər fənn daxili inteqrasiya ola bilər və yaxud da ki, fənlər arası inteqrasiya oluna bilər. Yəni bir daha təkrarlayıram ki, son dəyişikliyə əsasən fənlər üstü inteqrasiyanın olması üçün hökmən bilik bacarıqların real həyatda tətbiq olunması vacibdir. Yəni sadəcə təsəvvürdə canlandırım, beyində canlandırımdan məsələ yekunlaşmır. Bu mütləq şəkildə tətbiq olunmalıdır. İndi bir neçə nümunə üstündə dediklərimizə izahına baxaq. Nümunələr də daha çox Artinin axırıncı dəfə keçirdiyi sınaqdan istifadə olunan cümlələr üzərində izah eləyəcəm sizə.
Baxaq nümunələrə. Deməli, tapşırıq bu şəkildədir ki, təsəvvür edin, siz ekoloji problemləri araşdıran qrupun üzvüsünüz. Sizə müəyyən bir ərazinin içməli suyunun dadı, iyi və tərkibi ilə bağlı şikayət daxil olmuşdur. Sizin öhdəliyiniz 3 fərqli su mənbəyindən nümunələr götürüb, onların tərkibini, codluğunu, bulanıqlıq dərəcəsini ölçməklə iddianın doğru olub-olmadığını müəyyənləşdirməkdən ibarətdir. Datalar toplanmalı, cədvəl şəklində təqdim edilməli və problemin həlli üçün müzakirələr təşkil edilməlidir. Biz burada inteqrasiyanın növünü müəyyənləşdirməliyik. Əvvəlki qayda ilə baxsaydıq, bunu biz fənüstü inteqrasiya və fənlərarası inteqrasiya kimi götürə bilərdik. Yəni, əvvəlki qayda ilə E bəndini burada düzgün cavab kimi götürə bilərdik. Amma hal-hazırki qayda ilə burada biz sadəcə fənlərarası inteqrasiyanı düzgün cavab kimi götürə bilirik. Çünki burada bizə real həyatda bunu tətbiq elə deyə bir yazı yoxdur. Yəni, belə bir şərt yoxdur. Sadəcə deyir ki, təsəvvür edin ki, siz belə bir qrupun üzvüsünüz, nümunələr götürməlisiniz, orada filan nüansları müəyyənləşdirməlisiniz. Yəni, biz bunu real həyatda tətbiq eləmirik. Sadəcə təsəvvürümüzdə canlandırdığımız üçün bunu biz dediyim kimi fənlərüstü inteqrasiya götürə bilmirik. Fəndaxili inteqrasiyadır. Fəndaxili də ki, burada suyun tərkibi, codluğu, bulanıqlıq dərəcəsindən danışırsa, burada kimya fənnindən söhbət gedir və datalar toplanmalı, cədvəl şəklində təqdim edilməli deyirsə, burada da informatika fənnindən söhbət gedir. Deməli, burada kimya ilə informatikanın inteqrasiyasından söhbət gedir. Digər bir cümlə nümunəmiz deyir, siz 6-cı sinif olaraq bir informatika günü tədbiri keçirmək qərarına gəlmisiniz. Tədbir üçün sizə 150 AZN büdcə ayrılıb. Siz ehtiyacları nəzərə alaraq büdcəni planlaşdırmalısınız. Xərcləri uyğun şəkildə elə tənzimləyin ki, ümumi xərc 150 AZN-dən çox olmasın. Tapşırıq inteqrasiyanın hansı növünə aiddir? Bu da fənlərarası inteqrasiyaya aiddir. Niyəsi budur ki, yenə biz burada real həyatda tətbiq elədiyimiz bir proses yoxdur. Sadəcə deyir ki, belə bir gün informatika günü keçirmək qərarına gəlmisiniz. Demir keçirdirsiniz. Sadəcə bu qərara gəlmisiniz. Təsəvvür eləyirsiniz ki, belə bir qərara gəlmisiniz və sizin üçün 150 AZN-də büdcə ayrılıb. Elə planlaşdırma aparmalısınız ki, büdcədən kənara çıxmayasınız. Adından göründüyü kimi burada informatika fənninin söhbət gedir. Digər bir halda isə riyaziyyatdan söhbət gedir. Yəni, bu riyaziyyatla informatikanın inteqrasiyasından ortaya çıxan bir tapşırıq nümunəsidir. Şagirdlər qrup halında dünyanın müxtəlif iqlim qurşaqlarında yaşayan insanların həyat tərzini araşdırmalı, həmin iqlimdə yaşamaq üçün uyğunlaşdırılmış ekoloji yaşayış məskəni layihəsi hazırlamalıdırlar. Daha sonra bu yaşayış məskənini 3D modelləşdirmə aləti və ya interaktiv təqdimat vasitəsilə təqdim etməli və bu yaşayış formasının iqlim dəyişikliyinə qarşı dayanıqlığını əsaslandırmalıdır. İnteqrasiyanın hansı növü? Yenə də burada cavab fənlər arası inteqrasiyadır. Niyəsi budur ki, yenə sadəcə hazırlanmalıdırlar. Yəni, hazırlayın tapşırığı yoxdur. Sadəcə təsəvvürünüzdə yaradın ki, belə bir yerdə yaşamalısınız, belə bir layihə hazırlamalısınız. Fən daxili inteqrasiyaya gəldikdə artıq burada 3D modelləşdirmədən söhbət gedirsə, yenə informatika fənni var burada. Eyni zamanda isə iqlim dəyişikliyi, dayanıqlıqdan danışırsa, coğrafiyanın inteqrasiyası var. Deməli, bu da coğrafiya ilə informatika fənninin inteqrasiyası əsasında formalaşmış sual nümunəsidir. Və keçən il qəbul imtahanına düşmüş sual, mənim də bu yaxınlarda təzədən paylaşdığım sualın izahına da baxaq. Deyir ki, Newton ikinci qanununu üzgüçülükdə tətbiq etmək fikri inteqrasiyanın hansı növünə aiddir? Keçən il qəbul imtahanında bu sualın cavabı fənlər arası və fənn üstü kimi götürülmüşdü, keçən ilki qaydaya görə. Amma hal-hazırdakı dəyişikliyə görə burada sadəcə cavab fənlər arası inteqrasiya kimi götürülür. Çünki yenə təkrar edirəm ki, sadəcə burada deyir ki, Newton 3-cü qanunu üzgüçülükdə tətbiq etmək. Demir get tətbiq elə. Sadəcə tətbiq etmək fikrini soruşur ki, bu fikir inteqrasiyanın hansı növünə aid olur. Biz burada götürürük deməli fizika fənnini, bir də digər fiziki tərbiyə fənnini inteqrasiyasını götürürük. Yəni yenə fənlərarası inteqrasiya kimi cavabımız götürülür.